İndi caldıq Qafuraçanın öz evindən, qaldığı evinə. Hansı ki, bir ildir köçüb bura. Çox qəşəng, gözəl evi var. O bir evində verib bizə. Caldıq burada plov bişirək. Və bu da Qafurun təzə evidir. Bir ildir köçüb, indi burada qalır. Gedirik plov bişirməyə həyətdə. Plov. Bugün burada hər yerdə, hər evdə plov bişirirlər. Deməli burada hər evdə hamı bugün Qurban Bayramına bir gün qalmış plov bişirir. Hər evdə demək olar ki, hamı da bir-birinə pay göndərir. Birinci qonşu göndərdi. Deyilənlərə görə bugün bir 20 qonşudan pay plov gəlməlidir. Hər qonşunun da plovu bir dadda, bir cürədir də belə. Birinci plov qonşudan gəldi. Dadına baxaq görək nətərdir.